Gördüyümüz bu gözəl ağ güllər təbii qərənfillərdir. Yəni bir növüdür. Qərənfili çəkərkən onun böyründə də bax hündür dağlarda belə canlıların yaşadığı da var. Bu gördüyümüz qurbağa dağlıq ərazilərdə yaşayır. Rəngi torpağın rənginə uyğun olaraq tamamilə boz rəngdə idi. Gördüyümüz kimi hal-hazırda onun bura deyəsən elə yuvası kimidir. Torpaqda çox gözəl uyğunlaşma yaradıb. Çox gözəl bir yerə sığınacaq. Gəl bu üzə bir baxaq da sənə. Nə olar ki? Həm torpaq rəngidir, həm də müəyyən yaşıl çalarları var.